Qubada 3 nəfər itin hücumuna məruz qalıb. Onlardan biri azyaşlı, ikisi isə qadındır. Hadisə rayonun 2-ci Nüqədi kəndində baş verib. Belə ki, 1-ci sinif şagirdi olan 8 yaşlı məktəbli qəfil itin hücumuna məruz qalıb. Onu itin əlindən almağa çalışan kənd sakinləri Sevda Həsənova və Səidə Zeynolavanda it dişləyib. Xəsarət alan şəxslər Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib. Azyaşlının xəsarətləri ağır olduğuna görə travmatologiya şöbəsində müalicəsini davam etdirir. Qeyd edək ki, bir müddət öncə Qubanın Qəçrəş kəndində də analoji hadisə baş vermişdi. Bir azyaşlı və 2 sakin küçə itinin hücumuna məruz qalmışdı. Uşaqdan ayrılmırdı. Qan, özü, gözün, qan eləyib, gözün çıxartıb uşağını, sallatıb gözün, qollarını dişləyib. Uşaq öz gözü görünmürdü. İt üstü başı qan içində, boğazları qan içində uşağı gözünü çıxartıb, qonşu atıldı üstünə, Sayda xala atıldı. Sayda xalan qolunu dişlədi. Sevda xalandakı qıçın qapdı, qarnın qapdı, ayıra bilmirdilər. 2 xəstə yaşlı qadınlar, deməli 1970 və 67-ci il təvəllüdlü qadınlar, onlarda travmalar biraz az olduğu üçün, səthi travmalar olduğu üçün onlara ilkin yardım olunub, ağrı kəsicilər, hər bir şey olunub, anatoksin, antrobik zərdəblər vurulub, ambulator müalicəyə yazıldı. Kişi cinsi uşaqda isə onda üzün və kəllənin tüklü hissəsinin çox sayılı dişlənmiş, cırılmış yarasıdır. Biraz travma ağır saydığımız üçün travmatologiya şöbəsinə stasionar müalicəyə qoyduq. Ona da ilkin yardımlar olunubdur və antirabik və anatoksik zərdəbləri vurulub. Hal-hazırda stasionarda müalicəsi davam edilir. Küçə iti çox ehtimal ki, kənardan başqa vətəndaşlar tərəfindən gəlib kəndimizdə azdırılıb. Çünki belə bir hadisənin bu vaxta qədər bir şahidi olmamışıq. Hal-hazırda həmin itin axtarışı davam edir əməkdaşlarımız tərəfindən və əminəm ki, yaxın vaxtlarda həmin it tapılaraq sığınacağa verilməsi təmin olunacaqdır. Emin Kərimov, Səs TV, Quba.